Neftçalanın Mirqurbanlı və Yeni Qışlaq kəndlərinin sakinləri tullantı sularının kənd ərazisindəki kanala axıdılmasından narazıdırlar. Deyirlər ki, 40 il əvvəl Neftçalada istifadəyə verilən yod brom zavodunun tullantı suları birbaşa kanala axıdılır ki, bu da ətraf mühit üçün ciddi təhlükədir. Kənd sakinləri deyir ki, müəssisədən çıxarılan tullantı suları qapalı şəraitdə axıdılmalı olduğu halda açıq şəkildə kanala axıdılır ki, bu da torpaqların eroziyaya uğraması ilə yanaşı ərazilərin səhralaşmasına gətirib çıxarır. Düz göstərdə qıpqırmızıdır. Bu su birbaşa gedib Xəzər dənizinə axır. Kanaldan Xəzər dənizinə axır. Kanalın keçdiyi ərazilərdə vəziyyət acınacaqlıdır. Biraz külək əsən kimi torpağın üstü yod tozları ilə örtülür və bu tozlar uzun müddət qaldığından bütün bitkiləri məhv edir. İndi həmin ərazidə yaşıl bitki tapmaq olduqca çətinləşib. Bu su nə qədər yeri əhatə edir. Şuranlaşma malqaramızın heyvanlarımızı otarmağa yerimiz yoxdur. Müsahibimiz onu da iddia edir ki, kollektora buraxılan suyun tərkibi də məlum deyil. Bu da suda yaşayan təkcə balıqlara deyil, digər canlılara da mənfi təsir göstərir. Birbaşa Milmuğan kanalına axıdılan tullantı suyu ətraf mühiti içində ciddi təhlükə mənbəyinə çevrilir. Həm balıqları zəhərləyir, həm bu torpaqlarımızı görürsünüz, şoranlaşma gedir. Məsələ ilə bağlı Azəriyod MMC-dən bildirildi ki, Azəriyoddan Milmuğan kanalına, oradan da Xəzər dənizinə axıdılan tullantı suları nəzarət altındadır. 800 metrə bağlı borularla ötürülür. Perspektiv planda açıq kanalla gedən hissələri də qapalı borularla ötürülmək planımız var. Yaqub Mehdoğlu, Diana Cəlali, Vüqar Qaliboğlu, Space TV Neftçala.